Selam uşaqlar, biz bugün məntiq dərsimizin 129 və 130-cu səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarımızla tanış olaq. Deməli, verib bizə O, I, T, A, o biri üstündə də T, T, O, T. Amma qabağında verməyib bizə rəqəmlər. Belə olduğu halda uşaqlar, bu rəqəmləri özünüz yazın. 23, 13, 32, 53 yazdıq. Deməli, ikinci sütunda 3 dənə T var. Burada da 3 dənə 3 var. Deməli, T'lar oldu 3. Bir dənə olan da oldu, o da oldu 2. Elə bu da 3'dür. I ilə A'nı tapmaq olmur. Çünki 1-5 qalır. Bizə də heç I ilə A lazım deyil. Bizə nə lazımdır? O ilə T. O oldu 2, T da oldu 3. Buradan nə alınır? 23. Cədvəldə hər fiqurdan 3 dənə olmalıdır. 5 bucaqdan 3 dənə var. Kvadratdan 3 dənə var. Amma 3 bucaqdan 2 dənədir. Deməli, çatışmayan fiqurumuz 3 bucaqdır. Əvvəlcə verilənləri tapmalıyıq, sonra böyüdən kiçiyə düzməliyik. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplayırıq. 2-nin üstünə 4 gəlirik, 6. 4-ün üstünə 3 gəlirik, 7. İndi baxın, 6-dan 4 çıxdıq, 2. 7-dən 3 çıxdıq, 4. Deməli, A oldu 7. C isə 6-dır. Və burada sualda səhvlik var uşaqlar. Deyin niyə? 7-nin üstünə deyək ki, 1 gələndə edir 8. Amma 7-nin üstünə 6 gələndə 13 edir. Burada 1-i yeyiblər. Yəni bir rəqəmini yaddan çıxardıblar ya da ki, çap səhvi olub. 7-nin üstünə 6, 13. İndi biz verilənləri yerinə qoysaq, deməli, A'lar oldu 7. B'lər oldu. Da doğrusu. B'lər də 7'dir. Onda burada bərabərlik olmalıdır. Uşaqlar, bu sualın özündə səhvlik var. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplayırıq. 42 ilə 34'ü toplayanda edilir 76. C 6'dır. Neçənin üstünə 1 gəlsə 8 eləyər. 7'nin. Onda B də 7 olur. Və 7'nin üstünə 6, 13 eləyir. Və burada hansı alınır bizdə? 7, 7, 6 alınır. 7, 7'yə bərabər 6'dan böyük olmalıydı. O da A, B, C. A, B, C'ni bizə verib A'da. Amma burada bərabərlik olmalıydı. Neysə, bu sualda səhvlik var. 4-cü sual. 62, 60 olub, 60, 64, 64, 58, 58, 60. Yox. Bu elə bir ki, kvadratlarla ayrı gedirik. 3 bucaqlarla ayrı. 60 oldu 58. İkisini çıxırıq. 58 oldu 56. İkisini çıxırıq. Deməli, burada da ikisini çıxırıq. 56'dan 2 çıxanda nə qalır? 54. Deməli, dairə oldu 54. 62 oldu 64. Üstə gəl 2. 64 oldu 66. Üstə gəl 2. 66'nın üstünə də 2 eləyir 68. İndi bizə nə istəyir? 68'dən 54'ü çıxırıq. O da eləyir 14. 36, 4, 5, 57, 6, 6, 58, 6, 7. Deməli, bax bu birinci ədəd sola aiddir, ikinci ədəd sağa aiddir. Birinci ədəd sola, ikinci ədəd sağa. Sol tərəfi tapmaq üçün üstlərinə 1 gəlirik, sağ tərəfi tapmaq üçün 1 çıxırıq. 3'ün üstünə 1, 4, 6 çıx 1, 5. 5'in üstünə 1, 6, 7 çıx 1, 6. 5'in üstünə 1, 6, 8 çıx 1, 7. İndi 2'nin üstünə 1, 3, 5 çıx 1, 4. Deməli, sualın yerində olur 3. Deməli,
Burada verib bizə. Üçbucaqla ulduzu toplasaq eləyir 17. 2 dənə kvadratı toplasaq eləyir A. Ulduz özü bərabərdir 8-ə. Ulduz özü 8-ə bərabərdirsə 8-i yazdıq yerində. 8-i yazdıq yerinə. 8-in üstünə neçə gəlir? 17 edir. 9. Onda üçbucaq olur 9. 9 çıx dama bərabərdir 5-ə. Onda dama kvadrat 4-dür. Kvadrat 4-dürsə, bu 4-ü də qoyuq yerinə. 4-ün üstünə 4 gələndə eləyir neçə? 8. Deməli, cavab B bəndi 8. Verib bizə cədvəl və əvvəlcə cədvəldəki məntiqi tapmalıyıq. Bu iki ədədi toplasaq eləyir neçə? 12. Amma burada bunların cəmi bizə verilməyib. Bunların cəmi bizə verilsəydi, biz buna uyğun südü tapardıq. Südü də qoyardıq bunun yerinə. Ondan sonra da fincanı tapardıq. Bu sualda da çatışmamazlıq var. Neçənin üstünə neçə gələndə 12 edir. Onda geriyə biz burada bir yazaq. 1 ilə 11, 2 ilə 10, 3 ilə 9 və s. Yox, bu sualda da çatışmamazlıq var. Olur uşaqlar elə şeylər. Çapda hərdən səhvlər gedir. Bu 4 bucaqdır, bu 3 bucaqdır. 15 ilə 4-ü neynəsə 19 eləyər. Toplasaq. Deməli, məntiqimiz toplamadı. Məntiqimiz toplamadırsa, onda bu bir cədvəldir. Bura olur 4. Bu 5'dir, bu 6'dır. İndi buradakı məntiqi tapırıq. 5 ilə 2 olub 3. Onda buradakı məntiq nədir? Çıxmadı. Bizdən bunu istəyir. İndi 4'ün yuxarısı 6'dır, qırağı məchuldur və əməlimizdə çıxmadı. 6'dan neçə çıxsaq 4 qalır? 2. Deməli, bu elədir 2. Deməli, 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə, 4 mərtəbə hərəsindən 4 dənədir. Burada 1 vur 4, 4, 2 vur 4, 8, 3 vur 4, 12, 4 vur 4, 16. Bunların ümumisi nə qədər eləyir? 20, o da 20, 40. 40'dan çıxırıq 6'nı. O da eləyir 34. Qatlanmış kağız açıldıqda hansı fiqur alınır? Qatlanmış kağız açıldıqda hansı fiqur alınır? Buranı açsaq, bura gələcək belə düz. Burada bu qaydada. Nə alınır uşaqlar? Düz bucaqlı. B bəndini götürdük. 4, 6, 8, 10. 2, 2 artıb hamısı. Deməli, burada məntiq üstə gəl 2'dir. 4 üstünə 2, 6, 6 üstünə 2, 8, 8 üstünə 2, 10, 10 üstünə 2, 12. 3, 6, 12, 15. Burada 3, 3 artıb. 3 üstünə 6, 3, 6 üstünə 3, 9, 9 üstünə 3, 12, 12 üstünə 3, 15. Bu elədir 9. Bir dəqiqə. Bu elədir 9. Bu buna aid deyil ha, bura aiddir. Burada da 4, 4 artır. 8'in üstünə 4. 12, 12 üstünə 4, 16, 16 üstünə 4, 20, 20 üstünə 4, 24. İndi gülümüz 12'dir. Burada var. O biri qırmızı gülümüz 9'dur. Baxın 12, 9. Göy gülümüz də 12. Cavab B bəndi. Aşağıdakı parçalardan hansı yuxarıdakı şəklin bir hissəsidir? Deməli, aşağıdakı parçalardan hansı yuxarıdakı şəklin bir hissəsidir? A'dakı üç bucağa baxaq. Üç bucaq var burada, amma burası geri belə düz olaydı. Düz olsaydı deyəydi ki, A ilə C var. Amma A ilə C burada yoxdur. Düz tərəfi olan ümumiyyətlə üç bucaq yoxdur. Baxın.
Gel. Bak burada belə üçbucaq var. O da hansı bəndədir? B bəndində. B bəndini götürdük. Deməli uşaqlar, bizim bugünkü dərsimizdə 2 dənə bilinməyən suallar qaldı. Yenə də deyirəm. Buranı tapmaq üçün biz gərək kürəkləri belə idik. Burada hər hansı bir ədəd verməli idi. Məsəl üçün 8 verməli idi, 6 verməli idi. 2 ədədin 2 qatı qədər olan ədədlər verməli idi. Biz çörəyi tapandan sonra südü tapa bilərdik. Deyək ki, məsəl üçün çörək olsaydı 4, məsəl üçün. Onda süd olurdu 8. Onda bura 8 yazanda, burada 4 yazanda. 8'in üstüne 4 neyinir? 12. Deyək ki, 12'den de 5 çıxanda qalır 7. Məsələn, burada 7 ola bilərdi. Əgər çörəyimiz 4 olsaydı. Deyək ki, çörəyimiz olsaydı 5. Çörəyimiz 5 olsaydı, onda südümüz 7 olardı. Südümüz 7 olardı. Deməli, çörəyimiz 5 olsaydı, süd olardı 7. Onda buraya yazardıq 7. 7'den də deməli 7 ilə də 5 edir 12. 12'den yenə də 5 çıxanda cavab qalır 7. Yəni biz bir-bir onları yerinə qoymaqla 7 cavabını tapmış oluruq. Biz bura 6 da qoysaq yenə 7 cavab eləyəcək. 7 də qoysaq yenə də 7 cavab eləyəcək. Yəni cavab 7 olaraq götürülür. Amma burada sizə cavab verilsəydi, variantları yerinə qoymadan eləmək daha rahat olardı. 7'də A-nı götürə bilirik. Amma bu bir sualımızda 100%. Yəni o sualda bir mexaniki səhv var idi ki, rəqəm yazılmayıb. Amma bu sualda səhvlik var. Çünki azalanı tapmaq üçün çıxılanla fərqi toplayırıq. 42 ilə 34'ü toplayanda edir 76. C'nin də yerinə yazıram 6. Və burada alınır. B üstə gəl 1 bərabərdir 8. Neçənin üstünə 1 gələndə 8 edir? 7'nin. Və burada 7 varsa bu 7'lər bir-birinə bərabər olmalıdır. Yəqin ki, səhvləri başa düşdünüz. Bu sualda ümumiyyətlə həll yoxdur. Bərabərlik olsaydı A bəndi uyğun gəlirdi. Bərabərlik olsaydı. Amma bərabərlik deyil. Böyüdən kiçiyə düzmə var. 3-cü sualda mexaniki səhv. 7-ci sualda da eyni qaydada mexaniki səhv. Amma yenə də cavabı 7 olaraq götürdük. Çünki biz buranı 8 götürdük. 8 də 4'ün 2 qatı qədər götürdük. Sonra südü tapdıq. Südü yerinə qoyduq. Ondan da 5'i çıxıb 7'ni tapdıq.